Salam hörmətli tamaşaçılar, efirdə xəbərlər informasiya proqramıdır. Gürcüstanın infrastruktur naziri Revaz Soxadze, Kvemokartinin dövlət nümayəndəsi Levan Xarabadze və yerli özünü idarə etmənin nümayəndələri ilə birlikdə Marneuli bələdiyyəsində həyata keçirilən infrastruktur layihələri gözdən keçirib. Daha ətraflı süjetimizdə. İnfrastruktur naziri Revaz Soxadze, Kvemokartinin dövlət nümayəndəsi Levan Xarabadze və qanunverici orqanda Marneulidən olan majoritar deputat Zahur Darğali ilə birlikdə Marneuli bələdiyyəsinin Şulaveri və Tsereteli kəndlərində uşaq bağçalarının tikinti prosesi ilə tanış olub. Uşaq bağçalarının tikintisi Regional İnkişaf Fondu tərəfindən 6 milyon 944 min lari ilə maliyyələşdirilir. Hər bağça 180 uşaq üçün nəzərdə tutulub. Marneuli və Kvemokartidə İnfrastruktur Nazirliyinin həyata keçirdiyi layihələr çox böyük əhəmiyyət kəsb edir. Layihələr yolların, məktəblərin və digər ictimai müəssisələrin vəziyyətinin yaxşılaşdırılmasına yönəlikdir. Bu da əhalinin yaşayış şəraitini yaxşılaşdırır, bölgənin inkişafına dəstək olur. Bələdiyyənin İnkişafı Fondu Kvemokarti bölgəsində miqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi ilə məşğuldur. Hazırda 115 milyon lari dəyərində bu bölgəyə yatırım qoyulub. Biz həm məktəblər, həm uşaq bağçaları, həm də idman növlərinin inkişafı ilə məşğuluq. Həm təhsil istiqamətində, həm də əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına çalışırıq. Marneulidə 3 yeni uşaq bağçası inşa olunur. Bir çox əhəmiyyətli layihə həyata keçirildi. Bir çox məktəblər tikildi. Son illər Marneuli ölkə miqyasında təhsil müəssisələrinin inşası yönündə lider olaraq da qalır. Buna görə də İnfrastruktur Nazirliyinə və Gürcüstan hökumətinə təşəkkür edirəm. Bugün Revaz Soxadze Marneulinin şəhər su təchizatı sisteminin bərpası layihəsi ilə də tanış olub. Nazirin sözlərinə görə Marneuli əhalisinin fasiləsiz su ilə vaxtında təmin olunması üçün layihənin inşa prosesinə nazirlik tərəfindən gündəlik nəzarət ediləcək. Marneulidə İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilən layihələri gözdən keçiririk. Hazırda su təchizatı və su hövzələri sistemlərini nəzərdən keçirdik. Bu sahədə problemlər var. Bir neçə ildir ki, müqavilə bağladığımız şirkətin belə deyək, diqqətsizliyi nəticəsində işlər yubanır. Hazırda onlara konkret vaxt verdik ki, bu problemi aradan qaldırsınlar. Biz hər gün bu məsələyi nəzarətdə saxlayacağıq. Marneuli sakinlərindən üzr istəyirəm ona görə ki, uzun zamandır küçələri qazılı qəza vəziyyətində qalıb. Çalışacağıq bu layihə tezliklə bitsin. Layihənin 80% sona çatıb. Təxminən 25 min abonent su ilə təmin olunacaq. Təəssüf ki, layihənin vaxtı uzandı. Dəfələrlə gecikmələr oldu. Biz bu faktları təkrarlanmaması üçün əlimizdən gələni edəcəyik. Biz bu faktların təkrarlanmaması üçün çalışacağıq. Texniki nasazlıqları tezliklə aradan qaldıracağıq. Biz İnfrastruktur Nazirliyi ilə birlikdə Marneulidə aparılan infrastruktur işlərini gözdən keçirdik. İllər ərzində burada bir çox əhəmiyyətli layihələr həyata keçirildi. Hazırda Marneuli şəhərinin su sisteminin yenidən qurma işləri aparılır. 24 saatlıq keyfiyyətli su ilə şəhər təmin olunmalıdır. Nazirin də qeyd etdiyi kimi şirkətə səhvləri aradan qaldırması üçün müəyyən vaxt veriləcək. Rustavidən sonra Kvemokartinin dövlət nümayəndəsi Levan Xarabadze Bolnis və Dmanis bələdiyyələrinin nümayəndələri ilə görüşüb. Dövlət qurumunun məlumatına görə Levan Xarabadze bələdiyyələrdə aparılan islahatlar və həyata keçirilən layihələr barədə ətraflı məlumat dinləyib. Qeyd edək ki, dövlət nümayəndəsi növbəti günlərdə Marneuli, Tetriçqaro və Qardabanidə də tanışlıq görüşləri keçirəcək.
Kvemokartnin 7 bələdiyyəsində də fəal görüşlər davam edir. Bugün Bolnis və Dmanis bələdiyyələrində olduq. Meriyanın rəhbər şəxsləri ilə görüşdük. Onlar tərəfindən planlaşdırılan və həyata keçirilən infrastruktur layihələr barədə məlumat aldıq. Digər bələdiyyələrdə də iş görüşmələrimiz davam edəcək. Tetricqaro bələdiyyəsinin Parçxisi kənd uşaq bağçasında bələdiyyənin müasir inkluziv təhsil proqramına start verilib. Pulsuz xidmətlərdən kimlər faydalanacaq və layihənin xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyası üçün hansı əlavə üstünlükləri var? Detalları izləyək. Tetricqaroda yeni uşaqların erkən inkişafı proqramı tətbiq edilib. Proqram bələdiyyə üçün yeni addımdır. O, inkişaf geriliyi və ya əlilliyi olan 0-dan 7 yaş arası uşaqları dəstəkləyir. Təşəbbüs yerli özünüidarə və Tetricqaro məktəbə qədər təhsil və sosial həssas qruplar üçün dəstək mərkəzi əsasında həyata keçirilir. Mərkəz birinci mərhələdə 20 benefisiara xidmət göstərəcək. Alt proqramın məqsədi ailənin möhkəmləndirilməsi və uşaqların bacarıqlarının inkişafına kömək etməkdir. Bələdiyyənin dəstəyi ilə uşaqlarla işləyəcək mütəxəssislər hazırlanıb. Gələcəkdə onların ixtisaslarının artırılması da nəzərdə tutulur. Erkən inkişaf proqramının qrup görüşləri üçün Parçxisi kəndinin yeni inşa olunmuş uşaq bağçası ərazisi seçildi. Bağça bələdiyyənin 4 yol ayrıcında yerləşir. Uşaqlar müxtəlif kəndlərdən çox asan şəkildə bura gələ biləcəklər. Xidmətimiz isə bu uşaqlara stimul verməkdir. Bələdiyyəmizdə indiyədək belə bir servis olmayıb. Yeni tikilmiş Tetricqaro uşaq bağçasında uşaqların erkən inkişafının alt proqramı üçün yer ayrılıb. Burada xüsusi olaraq bu xidmət üçün bir neçə otaq nəzərdə tutulub. Məkan lazımi avadanlıq və resurslarla təchiz olunub. Bundan əlavə SEN-nin dəstəyi ilə Tetricqaro meriyasının birgə maliyyələşdirilməsi ilə proqramın benefisiarlarına xüsusi qayğıya ehtiyacı olan uşaqlara tam xidmət göstərəcək uyğunlaşdırılmış mikroavtobus da alınıb. Əvvəllər kənddə bir binanı kirayələmişdik, meriya dəstəkləmişdi. Həmin binada bağça açmışdıq, amma şəraiti yaxşı deyildi. Həmişə daha yaxşı bağça istəyirdik, indi isə çox gözəl bağçamız var. Tetricqaroda uşaqların erkən inkişafı proqramının həyata keçirilməsi bələdiyyə üçün yeni və mühüm addımdır. Təşəbbüs inkişafda qüsurlu uşaqları dəstəkləmək və gələcəkdə onların tam inteqrasiyası və potensialını reallaşdırmaq üçün ilkin şərt olacaq inklusiv mühit yaratmaq məqsədi daşıyır. Mən Didqoridən çəkilmiş canavar rəngli Verqvli qalasıyam. Bu başlıq altında Tetricqaroda şair Tarir Xarxiraulinin poeziya keçəsi keçirilib. Müasir poeziyanın görkəmli simalarından biri özünə məxsus və xarakterik dəst xətti ilə yazdığı şeirlərlə özünü oxuculara təqdim edib. Şair müasir dövrün çağırışlarını və bugün savadlığın zəruriliyini vurğulayıb. Daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinin əməkdaşları tərəfindən mütəşəkkil dəstə tərəfindən əcnəbi vətəndaşlara qarşı dələduzluq edilməsi faktı üzrə araşdırmalara başlanılıb. Hüquq mühafizəsi orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, güya Duşeti bələdiyyəsində yerləşən otellərdən birində çağrı mərkəzi yaradılıb. Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları ilə razılaşdırılaraq mehmanxanada qalan şəxslərin yoxlanılması zamanı qanuna əsas olmadan Gürcüstanda qalan 14 Çin Xalq Respublikasının vətəndaşı müəyyən edilib. Bu əlimizdə olan son məlumat idi. Sabah eyni vaxtda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.